İmam Hüseyin yoldaydı, xəbər çatdı ki, Müslümü Küfədə öldürüblər. Qərib idi, bir şəhər namərdin içində. Müslümün içində bir dərdi var idi ki, Hüseynə xəbər verim, gəlməsin Küfəyə. Eşitmişəm, uşaqların əlindən tutub gəlir, gəlməsin, günah məndə oldu. Mən dedim ki, Küfə hazırdır. Bilmirəm, nədirsə Kərbəla şəhidləri hamısı özlərini günahkar bilib dünyadan köçür. Müslüm deyim, mən necə eləyim, mən niyə belə elədim, mən necə çatdım, mən necə çatdırım. Bir nəfər adam yoxdur, xəbərə alsın, çatdırsın. Kimin qulağına deyir, gedib İbn Ziyada deyirlər. Hüseynə deyin, gəlməsin Küfəyə. Gəlməsin Küfəyə. Söylə Hüseynə ey səba, kər bu bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, dərdi bəlaya gəlməsin. Binanın dalından yer atırlar, üzün dolandırdı, gördü heç bir əlac yoxdur, ancaq bunu deyə bildi.